Salam. İşten qanunsuz çıxarılan və müavinət verməyən vətəndaşlar. Əgər işə yenidən bərpa olmaq istəyirsinizsə və ya müavinət almaq istəyirsinizsə, bu video sonuna qədər baxın. Mən hüquqşünaslar Seyidzadə bu barədə məlumat verəcəm. Əvvəlcədən onu deyin ki, mən videonun bir qismini YouTube kanalı short bölməsində qoyuram. Orada yəni qısa olur və videonun adı yazılır, altında yazılır tam video YouTube'da. Oradan girin baxın, aydın olsun. Və 3 dəqiqə videoda aydın olmayacaq. Ona görə eyni zamanda TikTok səhifəndə qoyan bir qismini oradan da aydın olmur. TikTok səhifənin profilində YouTube kanalı var. Oradan girin baxın, hörmətli izləyicilər. Və yəni keçdiyim mövzuya. Ki, nə etmək lazımdır ki, yəni qanunsuz sizi işdən çıxartmasınlar. Eyni zamanda çıxartdığı zaman müavinət verirsən. İnsanlar bir çox səhv edir və bir neçəsini mən qeyd edəcəm. Birinci səhv ondan ibarətdir ki, 5 ildən artıq işləyən işçi 5 il tamam olduqda geri müdiriyyət təklif edir ki, müddəti müqavilə bağlayaq. O da razılaşır. Razılaşmayın, hörmətli izləyicilər, bu qanunsuzdur. Mütləq qaydalar nəzərə alın. Əsas məsələdən biri budur. Ona görə ona qanunsuz deyən ki, hörmətli izləyicilər, vətəndaş hər 5 il işlədirsə, avtomatik onun müqaviləsi ömürlük olmalıdır. Yəni pensiya yaşına qədər, 65 yaşına qədər olmalıdır, müddətsiz. Yalnız bir halda onu dəyişdirə bilər, müddəti edə bilər ki, yəni işçinin öz razılığına. Öz razılığı olmasa o dediyim kimi ömürlük getməlidir, yəni pensiya yaşına qədər getməlidir. İkinci səhifə keçirən ki, hansı vətəndaşlar edir və işdən çıxarmasına əsas verir. İndi onu qeyd edəcəyəm. Zəhmət olmasa mən qeyd edənə qədər videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. Əziyyətin hədər gelməsin. İkinci səhv ondan ibarətdir ki, hörmətli izləyicilər. Şirkətdə ixtisar getdiyi zaman vətəndaşlar özləri ərizə yazır çıxır. Yazmayın özünüz. O ixtisar ərzəsindən sizi çıxartsınlar, ixtisarla çıxın. Belə bir halda Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin aidiyyatı qurumuna olaraq siz işsizlik müavinəti ala bilərsiniz, hörmətli izləyicilər. Bundan da əlavə onu qeyd edin ki, ixtisar zamanı müəyyən işçilərin güzəştləri var ki, yəni ona nəzərə alınsın və ixtisara getməsin. Bu kimlərdir? Qısa olaraq deyək, hamilə qadınlardır, 3 yaşına qədər uşaq böyüdən valideynlərdir, himayəsində birinci qrupaya olan şəxslərdir. Yəni bunu mən həm arabasında olan şəxs kimi deyəm, həm hüquqşünas kimi deyəm. Öz tərcümə əsasən. Və digər şəxslər var ki, imtiyazları var ki, yəni işdən çıxardılmasın ixtisar zamanı. Nəzərə alın, hörmətli izləyicilər. Yəni bu nə deməkdir? 2 mütəxəssis olsa eyni sahəyə üzrə və ikisindən birinə üstünlük verir. Üstünlük zamanı dediyim kimi hamilə qadınlara üstünlük verir, 3 yaşına qədər uşaq böyüdən valideynlərə üstünlük verir, himayəsində birinci qrupaya olan yəni işçi üstünlük verir və şəkər xəstəliyinə üstünlük verir. Digər kateqoriya olan insanlar var ki, o üstünlük verir. Hörmətli izləyicilər, nəzərə alın. Bir məsələ də bu. Yenə hörmətli izləyicilər, əgər şirkət bağlanırsa, yenə ərizənizi yazıb işdən çıxmayın. Qoy şirkətə bağlandığına görə özləri sizi işdən azad edəsinlər. Ki, siz də o halda işsizlik müavinəti ala biləsiniz. Əgər özünüz yazsız işdən çıxsınız, o halda işsizlik müavinəti verməyəcək, hörmətli izləyicilər. Nəzərə alın, əsas şərtlərdən biridir. Digər şərtlərə keçirəm, dediyim kimi videonu bəyənin, YouTube kanalına abunə olun ki, daha çox şəxsin bu barədə xəbər olsun. YouTube kanalı dediyim kimi TikTok səhifəmin profilində var. Oradan girin mənə dəstək olun, zəhmət olmasa. Mütləq qaydada. Digər şərtləri deyən, hörmətli izləyicilər, diqqətlə baxın. Digər məsələ ondan ibarətdir ki, hörmətli izləyicilər, əgər müdir sizi işdən çıxardıbsa, rəhbərlik sizi işdən çıxardıbsa, mütləq qaydada bir ay ərzində məhkəməyə müraciət edin. İşə bərpana bağlı. Yəni vaxtınızı əmək müfəttişliyi ilə itirməyin, özünüzü aldatmayın. Onun hüquqi qüvvəsi olmalı, vaxtın dayandırılması barədə. Vaxtın dayandırılmasına bağlı ancaq mediasiya müraciət edin. Mediasiya getdiyi zaman o həmin müddət bir ay dayanır. Əgər ki, mediasiya sizə arayış verdi və yaxud saziş verdi, həmin gündən belə yenə bir ay müddəti bərpa olunur. Hörmətli izləyicilər, nəzərə alın. Əsas şərtlərdən biri budur, mütləq qaydada. Üzrlü sayın, hörmətli izləyicilər. Telefonda problem var, istəyirsiz çəkirəm.
Əgər siz bir ay ərzində şikayət vermədinizsə məhkəməyə, artıq heç nə edə bilməzsiniz. Nəzərə alın. Eyni zamanda onu qeyd edin ki, əgər sizi əmr verib işdən çıxarıbsa, siz də sistemdə girib baxırsınızsa, həmin müddətin şikayət müddəti hesab olunur. Nəzərə alın, hörmətli izləyicilər. Əsas məsələdən biridir, müddəti buraxmayın. Girdiniz baxırsınızsa, artıq vaxt gedir və həmin vaxtdan bir ay ərzində şikayət verməlisiniz. Gedin mediasiyadan keçirin, sonra gedin belə deyək də məhkəməyə müraciət edin və belə deyək də həmin mediasiya dövründə siz əgər məlumat istəyirsinizsə, əgər sübut istəyirsinizsə, əmək müfəttişliyinə müraciət edə bilərsiniz. Orada problem yoxdur. Amma məhkəmə zamanı edə bilmirsiniz, hörmətli izləyicilər. Nəzərə alın, əsas şərtlərdən biri də budur, mütləq qaydada ki, həmin dövrdə eləməlisiniz. Məhkəmə dövründə eləsiniz, belə deyək, əmək inspeksiyası, əmək müfəttişliyi sizə deyəcək ki, məhkəmədə iş getdiyinə görə biz sizə məlumat verə bilmərik və işə baxa bilmərik. Nəzərə alın. Əsas şərtlərdən biri də budur, mütləq qaydada, hörmətli izləyicilər. Bir məsələni qeyd edin, hörmətli izləyicilər. Əgər sizi böhtanla işdən çıxardıbsa, siz məhkəməyə verirsə, məhkəmə qərar çıxartırsa, işə bərpa olasınız və həmin vaxtdan siz artıq yeni iddia verə bilərsiniz ki, sizə belə dəymiş ziyana görə təcridin ödəməsi, böhtan atdıqlarına görə. Nəzərə alın, hörmətli izləyicilər. Bir məsələ də budur, mütləq qaydada. Lazımlı bir məsələdən biridir. Əgər məhkəmə qərarı olmasa, mümkün olmaz təcrid almağa. Söhbət gedir, hörmətli izləyicilər, maddi və mənəvi təzyiqatın ödənməsindən. Maddi də tələb edilməsindən ziyan dəyibsə, eyni zamanda mənəvi. Bir daha qeyd edin ki, hörmətli izləyicilər, YouTube kanalına abunə olan şəxslər üçün telefon nömrə əyanı hüquq məsələsinin verilməsi 10 manatdır. Bu yalnız YouTube kanalına abunə olan şəxslərə aiddir. Yəni kim abunə olmasa, o halda 25 manat ödəyəcək məsuliyyət almaq üçün. Qeyd edin ki, suallarınızı qeyd olan telefon nömrəsinin WhatsApp-la səsli mesaj göndərərək verə bilərsiniz, hörmətli izləyicilər. Başqa yerdə olan cavab verə bilməm, ona görə ancaq səsini göndərin, cavab verin. Bir daha xatırladılan ki, yalnız YouTube kanalına abunə olan şəxslərə aidiyyəti var 10 manata hüquq məsələsinin verilməsi. Bunun üçün abunə olun, şəklini çəkin, mənə WhatsApp-a atın. Bir daha onu da qeyd edin ki, suallarınızı səslə WhatsApp-a göndərin ki, aydın olsun, mən gün ərzində baxıb sizə geri dönüş edəcəyəm, hörmətli izləyicilər. Əgər yox, o formada müalicə imkanınız yoxdursa, mənim 2100-dən artıq şotla birlikdə YouTube kanalında videolarım var. İstər işə bərpa bağlı, istər sosial yardımın ödəməsindən bağlı, istər pensiyanın ödəməsindən bağlı, istər digər müavinətlərin ödəməsindən bağlı, istər vəsaitinə bağlı, istər əmək bölgüsünə bağlı, istər amətlə bağlı, istər boşanmayla bağlı və digər məsələlərlə bağlı var. Tanış ola bilərsiniz, hörmətli izləyicilər. Diqqətinizə görə çox sağ olun. Mən dəstək üçün kanala abunə olmağı unutmayın. Sağ olun. Sağ olun.